Salam, mən Kərimli Sahil, oyun qavraları üçün olan Biflex Portakremi üzrə baş mütəxəssisim. Bugün sizə gündəlik həyatınızda aktual olan bir problemlə oynaq fəzəl ağrıları haqqında danışacağıq. Oynaq fəzəl ağrıları təkcə yaşlı insanlarda deyil, o cümlədən ağır fiziki fəaliyyət zamanı və ya bir neçə səbəbdir. Hansı ki, düzgün qidalanmamaq, düzgün istirahətsizlik, ağır fiziki fəaliyyət və bir neçə səbəbləri misal gətirə bilərik. Əksər hallarda bu cür xəstəliklər zamanı insanlar mütəxəssisə müraciət etmək istəmirlər, düzgün şəkildə müalicə almaq istəmirlər. Sadəcə müxtəlif türkə çarələr olsun, müxtəlif sintetik dərmanlar olsun, bunlardan istifadə edib sadəcə ağrıları gecikdirmək istəyirlər. Amma bu sadəcə bir səbəb deyil, bu problemi daha da ağırlaşdırır və gələcəkdə müalicəsini daha da çətinləşdirir. Oynaq bəzən ağrılardan əziyyət çəkirsinizsə, mən sizə Biflex Portakremi məsləhət görərdim. Biflex Portakremi tərkibindəki olan təbii komponentlər sayəsində ağrını azaltmaq, iltihabı yüngülləşdirmək üçün istifadə olunur. Vasitənin tərkibində propolis, armumon, xondroitin və digər təbii tərkibli maddələr var. Deməli, bu vasitə birbaşa ağrının səbəbini təsir edərək, oynaq vəzələ toxumalarına təsir edir və ağrını birbaşa səbəbi ilə birlikdə ortadan qaldırır. Tamamilə təbii komponentlərdən ibarət olduğu üçün Biflex Portakremi heç bir yan təsirlərə malik deyil. Asılılıq yaratmır və gündəlik istifadə üçün çox uyğun bir vasitədir. İstifadə qaydası çox rahatdır. Gündə 2 dəfə ağrıyan nahiyələrə yüngül masaj hərəkətlərlə çəkilir və ağrıların birbaşa səbəbinə təsir edərək ortadan qaldırır. Əməliyyat olunmadan, fizioterapiyə getmədən, iynə vurdurmadan, ev şəraitində çox rahat bir şəkildə, əgər oynaq ağrılarından qurtulmaq istəyirsinizsə, Biflex Portakremi tam uyğun bir seçimdir. Hətta ilk istifadədən etibarən effektini görməyə başlayırsınız. Unutmayın, sağlamlığınız üçün vaxtına tədbir görmək çox vacibdir. Əgər hər hansı bir çətinlik çəksəniz, mütəxəssisə müraciət etməyinizi məsləhət görərdim.